Razin Rulayev kimdir? Prezidentliyə namizəd olmuşam, insanlar tanıyır məni. Siz o tənqidi fikirlərə çox soyuqqanlı yanaşırsınız. Hər bir nəfərə 500 manat uşaq pulu da versə, yenə insanlar razı qalmayacaq. Qalmayacaq, çünki o 500 manata görə həyatını quracaq, o ona bəs etməyəcək. Məmurlar tərəfindən sizin səsinizə səs verirlər istədiyiniz kimi. Öz başımıza öz çarəmizi qılmalı olmuşuq. Vəzifəli şəxslərin ancaq rahat stolu, kabineti və vəzifəsi daha çox gözə çarpır. Biraz da pulu. Biraz da pulu, bəli, daha çox nəzərə çarpır. Biraz yox, pulu daha çox bəzən nəzərə çarpır. Ümumiyyətlə gənclərin xarici üst tutmasını necə qiymətləndirirsiniz? İşləmək istəmirsən, çıx qoy başqası işləsin. Pisi ilə, yaxşısı ilə ölkəmiz budur. Azərbaycan gəncliyinin bir çoxu ümidsizdir. Bu gün siz o masada yox, mənim yerimdə olsaydınız, bir aparıcı olsaydınız, ilk qonağınız kim olardı və kimlə müsahibə almaq istəyərdiniz? Prezidentlə müəyyən məsələləri müzakirə etmək istəyərdim.